Burada yerim doldu diye. Bak kuzum, bu şirniyat o kadar güzel bir şirniyatdır ki, bunu benim kızlarım da bilir. Bunun dadı həddən artıq gözəldir. İndi inşallah bak gördün. Bak bunun hem rengi qəşəng olacaq pişəndə, hem de özü. İndi telefonumda da biraz şey var telefonumda. Bu iPhone-dan açmamışam canlını. Bu sapsarıdır. Üstündəki sarılığı həddən artıq sarıdır. Bunun için damla şokolatı ilə qoğalın içine yığdığım var ha. Onu karıştırdım. Bak karıştırdım. Rulet kimi bükürsən, için şirin eləyirsən. Əsas sənin bulkandır. Bulkan yaxşı çıxsa, bulkanın xəmirin yaxşı çıxarsa, içine dünyanın nəyin qoyursan, qoy dadlı çıxacaq. Əsas sənin xəmirindir. Görsən? Əla. Bu şirniyyatı həddən artıq bizdə yeyirlər. Eğer bir şirniyyatı yemək istəyirsinizsə, evdə qutarmağını istəyirsinizsə, içine dünyanın nimetin gerek koyasınız. Vurasınız ki tatlı çıksın ki o da yeyilsin. Koy bunun altına salaq. Eyvallah. Süper. Mən şirniyyatın üzünə baxan kimi, xəmirinə baxan kimi bilirəm ki, şirniyyat yaxşı çıxacaq, yoxsa bərəkətinə qurban olun, pis çıxacaq. Görürsünüz. Ay bacı qazın üstüdür. Hə, qazın üstüdür ömrüm. Bu arada bu yedek səhifəmdir. Buna takip atarsınız kızlar. Bu səhifəmi bilməyənlər isə bu mənim ikinci səhifəmdir. Hal-hazırda məni canlıda görürsünüz ha. O ikinci səhifəmdir. Buna takip atarsınız. Görürsünüz burada da canlı açın. Amma qəşəng görsənir öz aramızda. Çox qəşəng görsənir. Bacınız şirniyyat üzrə bir nömrədir. Sadəcə evin işi, toyuq, cücə məni şirniyyatlara məhrum elədi. Əvvəllər mən qızlar bilirlər ki, şirniyyat ancaq pişirirdim, nə bilim. Bu daha şey yirsən sən. Nə? Şey. Əsi danışma. Eləmirsən. Danışma, xahiş edirəm, sən danışma. Pizza eləmirsən. Əli vurma. Git. Git kuzum, git. Danışanda elə sözlər işlədirsən, adam utanır. Bəs niyə? Bəs niyə? O nə içir elə şəh eləyir. Bax gördünüz, piso. Belə. Sizin bala nə üzü deyim, bax. Ay Esma.